səyahətin işığı, yeni dünyalara yol gecənin sükutundan səhərin ilk şüalarından, qaranlıq ulduzlardan parlaq günəşə doğru uzanan yollar kimi hər bir insanın həyatı da özündə yeni başlanğıclar, kəşflər və ümid dolu anlar daşıyır. Bu hekayə uzun illərin xatirələrinin, qədim ənənələri və gələcəyin parlaq ümidlərini özündə birləşdirən, səyahətin dərinliyinə aparan və insan ruhunun ən gizli arzularını oyandıran bir macəradır. Cavid adında bir gənc uşaqlığından bəri səyahətə, kəşfə və yeni dünyaları tanımağa böyük maraq bəsləyirdi. Onun uşaqlıq illərində nənəsi ona hər bir yol öz içində bir nağıl daşıyır, sənin qəlbinin sədası, sənə hər kədərin arxasında gizlənən ümidləri bildirər deyərək böyük xəyallar aşılardı. Cavid nənəsinin bu sözlərini qucaqlayaraq böyüdü və həyatında yalnız tanıdığı yerlərlə kifayətlənməyib, dünyanın bütün gözəlliklərini, hər bir məkanı kəşf etmək arzusu ilə yanmağa başladı. Bir gün Cavid uşaqlıq xatirələrinin, nənəsinin və atasının danışdığı hekayələrin ilhamı ilə öz səyahətinə başlamağa qərar verdi. O, evdən ayrılmadan əvvəl atasının ona miras qoyduğu köhnə xəritəni, nənəsinin qalan dəftərini və öz içində yanan böyük arzunu götürdü. Həyatın hər bir addımında yeni bir səs, yeni bir ümid var, deyə özünə söz verdi və yola çıxdı. İlk dayanacağı uzun illərdir heç kimin addım basmadığı, unudulmuş və bəzən sərt dağ yolları ilə dolu bir bölgə idi. Cavid dağların qoynundan buludların səmada rəqs etdiyi, quşların nəğmələrini eşidərək yoluna davam etdi. Hər addımında daşların arasından sızan günəş işığı ona keçmişin unudulmuş nağıllarını, hər kədərin, hər itkin arxasında gizlənən ümid dolu mesajları xatırladırdı. Hər çətinlik yeni bir başlanğıcın toxumudur, deyərək Cavid təkcə fiziki yolda deyil, həm də ruhi bir səyahətdə irəliləyirdi. Dağ yollarını aşdıqdan sonra Cavid sərin, geniş düzənliklərə çatdı. Bu yerlərdə təbiət öz gözəlliyini sərgiləyir, təravətli otlar və müxtəlif çiçəklər arasında günəşin isti şüaları ilə oyanan torpaq sanki yeni bir ümid bəxş edirdi. Düzənliklərdə hər tərəfdə sərbəst dolaşan heyvanlar, kəndlərdə yaşayan insanların xoşbəxt gülümsəmələri, sanki hər kədərin arxasında gizlənən ümidin və sevginin sədası idi. Cavid bu məkanlarda dayanıb, ətrafı seyr edərkən öz içindəki səsi daha aydın eşidirdi. Gözəllik və çətinlik həyatın iki yüzüdür, biz onları bir araya gətirərək öz nağıllarımızı yazırıq, deyirdi o, ürəyində dərin bir inamla. Düzənlikləri keçdikdən sonra Cavid dərin və mavi sularla dolu böyük bir çayın sahilinə gəldi. Çayın axışı sakit, lakin dərin idi, suların üzərində əks olunan ulduzlar gecənin qaranlığında parlaq bir ümid kimi parıldayırdı. Cavid çayın kənarında oturub, onun sakit sədasını dinlədi və düşündü. Hər damla su min illik hekayələrin, hər şırıltı isə itkilərdən sonra doğan yeni ümidin sədasıdır. Çayın səsi ona keçmişin və gələcəyin, kədərin və sevincin harmoniyasını, hər bir çətinliyin arxasında gizlənən dərsi bildirirdi. O, buradan öz hissəsini daha da aydın eşidərək, həyatın mənasının nə olduğunu anlamağa başladı. Cavidin səyahəti sadəcə təbiətin gözəlliklərini kəşf etməklə kifayətlənmədi, o, yolda müxtəlif insanlarla, mədəniyyətlərlə və ənənələrlə tanış oldu. Bir neçə gün yolçuluqdan sonra o, kiçik, amma səmimi bir kəndə çatdı. Bu kənddə yaşayan insanlar keçmişin unudulmuş hekayələrini və gələcəyin ümid dolu arzularını qoruyub saxlayırdılar. Onlar ənənəvi musiqilərlə, rəqslərlə və şeir oxuyaraq həyatın hər anını sevgi və inamla qeyd edirdilər. Kəndin meydanında qoca nənələr, yaşlılar və gənclər bir araya gəlib, uzun-uzun söhbətlər edərək hər kədərin arxasında doğan ümidin sədasını paylaşırdılar. Cavid bu insanlarla söhbət edərək, onların hər birinin öz içində, qəlbində bir səs olduğunu, o səsin insanları bir araya gətirdiyini və hər kədərin, hər itkin arxasında gizlənən bir dərsin olduğunu öyrəndi. Kənddə keçirdiyi günlərdə Cavid bir çox hekayə, nağıl və şeir eşitdi. Bir gün o, qoca bir müəllimlə söhbət edərkən müəllim ona dedi, sevgili oğlum, həyat bir səyahətdir. Hər bir addım, hər bir kədər, hər itki, bunlar sənin ruhunun, qəlbinin səsidir. Biz yalnız ona qulaq asdıqca həyatın ən böyük sirrini, ümidin və sevginin sədasını kəşf edə bilərik. Bu sözlər Cavidin ruhunda dərin izlər buraxdı və o, artıq yalnız öz hissəsini eşitməkdə kifayətlənməyib, bu səsi insanlarla paylaşmaq və onları da öz nağıllarını yazmağa təşviq etmək arzusuna qovuşdu. O, kəndin meydanında ailələrin, gənclərin və yaşlıların bir araya gəldiyi böyük bir yığıncaq təşkil etdi və orada öz səyahətindən, keçdiyi çətinliklərdən və tapdığı ümid dolu mesajlardan danışdı. Əziz dostlar, hər kəsin içində eşidilən o səs, həyatın ən böyük sirridir.
Biz yalnız öz iç səsimizi dinləsək, hər kədərin arxasında gizlənən dərsi və hər itkidən sonra doğan yeni ümidin sədasını kəşf edə bilərik. Bu səs bizi birləşdirir, hər çətinliyi sevgi və inamla aşmağa güc verir. Həyat yalnız qazandıqlarımızla deyil, həm də itirdiklərimizdən sonra necə yenidən doğduğumuzla ölçülür. Hər birimiz öz iç səsimizi eşidərək, həyatın hər anını, hər çətinliyi sevgi ilə yaşamalıyıq. Bu sözlər yığıncaq iştirakçılarının qəlbində dərin izlər buraxdı. İnsanlar artıq yalnız gündəlik sıxıntılarla məşğul olmurdular, onlar hər anı, hər duyğunu dərin mənası ilə yaşamağa, keçmişin hikmətindən və gələcəyin ümidindən ilham almağa can atırdılar. Kəndin dar küçələrində, evlərin pəncərələrindən sızan işıq, ailələrin bir araya gəldiyi gecələr, bunlar hamısı Cavidin öyrətdiyi dəyərlərin, iç səsinin və ümidin bir simvoluna çevrildi. Bir neçə ay sonra Cavid öz öyrəndiklərini, səyahət zamanı topladığı hekayələri və tapdığı ümid dolu mesajları bir kitab halına gətirməyə qərar verdi. O, Ümidin İşığı, Yeni Başlanğıclar adını verdiyi bu əsərdə yalnız fiziki səyahətini deyil, həm də ruhi, daxili səyahətini, öz hissəsini eşidərək həyatın bütün rənglərini, duyğularını və notlarını necə bir araya gətirdiyini təsvir etdi. Kitabın səhifələrində hər kədərin, hər itkin arxasında gizlənən dərs və hər sevincin sonunda doğan ümid oxuculara dərin və mənalı bir həyatın necə qurulacağını göstərirdi. Kitab nəşr olunanda kənddə və ətraf bölgələrdə insanlar bu əsərdə öz həyatlarından bir parça tapdılar. Məktəblərdə, ictimai toplantılarda və ailə yığıncaqlarında Ümidin İşığı, Yeni Başlanğıclar əyin sətirləri insanlara həyatın ən böyük sirrini, öz hissəsini eşitmək, keçmişin hikmətindən ilham almaq və gələcəyə ümidlə baxmaq xatırlatdı. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbində doğan o səsi eşidərək həyatın bütün çətinliklərini sevgi və inamla aşdı və yeni ümidlərlə dolu addımlar atdı. Cavidin səyahəti və onun öyrətdiyi dəyərlər nəticəsində kəndin hər bir sakini yalnız maddi zənginliklərlə deyil, həm də ruhun dərinliyində doğan, iç səsini eşidərək qurulan dəyərlərlə həyatını yenidən kəşf etdi. Gənclər, müəllimlər, ailələr və yaşlılar, hər kəs öz içindəki səsi dinləyərək, hər kədərin arxasında gizlənən yeni bir başlanğıcın olduğunu, hər itkidən sonra doğan ümidin dəyərini anladı. Beləliklə, Ümidin İşığı, Yeni Başlanğıclar adlı bu hekayə yalnız Cavidin fərdi səyahətini və öyrəndiyi hikməti deyil, həm də bütün bir cəmiyyətin, bütün insanların öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o dərin səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbimizin səsini dinlədikcə həyatın bütün rənglərini, duyğularını və notlarını bir araya gətirərək əbədi nağıllar yaradır və yeni ümidlərlə dolu addımlar atırıq. Bu bizim əbədi macəramızdır. Səyahətin, kəşfin, iç səsinin və ümidin sədası ilə yazılmış, hər kədərin arxasında doğan yeni bir başlanğıcın nağılıdır. Həyatın ən böyük sirri yalnız gördüyümüz və yaşadığımız şeylərdə deyil, həm də bizim öz içimizdə, qəlbimizin səsində gizlidir. Biz yalnız ona qulaq asdıqca hər kədərin, hər itkin arxasında yeni bir ümid doğar və həyatın əsl mənası, sevgi, inam və ümid bizə əbədi işıq saçar. İndi ulduzların parlaqlığı altında hər kəs öz iç səsini eşitsin, çünki hər addımda, hər dalğanın sədasında və hər qəlbdə doğan o ümid bizim gələcəyimizi daha parlaq və mənalı edəcək. Bu, bizim səyahətimizin, kəşfimizin və iç səsimizin əbədi nağılıdır. Ümidin İşığı, Yeni Başlanğıclar.